الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين إلهي أنطقني بالهدى وألهمني التقوى واليقين قالوا إن يسرق فقد سرق أخ له من قبل إلى آخر آية صدق الله العلي العظيم. Değerli kardeşlerim, Kur'an-ı Kerim'in Yusuf Suresinin 77. ayetini okudum. Bildiğiniz gibi Yusuf Aleyhisselam Mısır'da vezir olanda öz kardeşi Benyamin'i istedi ki öz yanında saklasın. Hemen o peymana deyirlər, qab deyirlər, o qabı koydurdu Benyamin'in o yükünün içine. Sonra onun adamları ise geldiler, teftiş elədilər. Yusuf'un kardeşleri öz evvelki cinayetkarlığını unudaraq, özləri cinayetkar ola bu sözü dediler. Elə ki dediler ki Benyamin'in yükündən çıxdı həmin o qab. Bunlar belə bir söz dediler. Dediler ki in yesrik, eğer bu Benyamin bu yükü həmin bu qabı uğurlayıbsa fakat sərəqə xullahu min qabı. Onun kardeşi Yusuf da elə əvvəldən uğurlayıb. Bu da uğurlamıştır. Özü cinayetkar olurlar, hatta Yusuf'un özünü burada uğru adlanır. Sual olunur ki Yusuf Aleyhisselam ne uğurlamıştı bəyəm ki? Bunlar Yusuf'a uğurluq adını koydular. Burada bir neçə təfsirə mən müraciət elədim. Kardeşlerimizin de təfsirinə müraciət elədim. Görək ki Yusuf Aleyhisselam neyi uğurlamıştı ki bunlar dediler ki Yusuf da uğurlaydı. O kardeşlerimizin tefsirinde qeyd olunur ki Yusuf Aleyhisselam uşaqlığında öz dayısını bütün uğurlamıştı. Dayısı bütpərəst idi, onu bütün uğurlamıştı. Bir tefsir bu. İkinci tefsirde qeyd olunur ki Yusuf Aleyhisselam uşaqlığında atasından, anasından yemək uğurlayarmış. Aparıp kasıblara verirmiş. Ama bu iki düşüncenin özü de səhvdir. Niye göre? Allah Teala öz peygamberlerini uşaqlıqda belə düzgün tərbiyə ilə inkişaf edildirir, tərbiyələndirir. Peygamberler uşaqlıqda belə düşünceleri belə səhv olmadı, əməlləri də səhv olmadı. Hətta sonuncu peygamber hakkında hədisdə oxuyuruq ki, Həlime-i Səədiyyə, peyğəmbərə o süd verən xanım, peygamber uşaqlıqdakı heyvandarlığı ilə məşğul idi. Bir gün peygamberin boynuna bir boyun bağı bağladı. Sonuncu peygamberin boynuna bir boyun bağı bağladı. Peygamberimiz ondan soruştu ki bu nedir? Niye ben boynuma bunu bağlıysan? Dedi ona göre bu boyun bağını bağlayıram ki boynuma seni nəzərdən filandan saxlasın, seni korusun. Peygamber açtı onun boynunu attı yere dedi ki bu cansız əşya məni qoruyabilməz, məni qoruyan Rəbbim var. Hala peygamber olmuyor ki uşaqdır da. Uşaqlıqdan belə bunlar bu tərbiyə ilə böyüyüblər. İndi gələsən Yusuf Aleyhisselama deyəsən ki uşaqlıqdan büt uğurlamıştı və yaxud meyvə uğurlamıştı, yemək uğurladı, kasıblara verdi. Elə gəlsəydi atası Yaqub Aleyhisselama deseydi ki kasıba yemək vermək istəyirəm, anası Rəhiləyə deseydi yemək vermək istəyirəm, verərdilər. Da burada uğurlamaya ehtiyac yok idi. Görürük ki bu iki düşünce, iki tefsir, ikisi de əqlə yatan bir təfsirdir. Bəs nə idi Yusuf'un uğurlamağı? Əllamə Təbatabai Təfsirül Mizanda 11. cilt səhifə 32 Azərbaycan dilində tərcüməsi də var o təfsirlərin. Orada qeyd edir. Deyir ki Yusuf Aleyhisselam elə ki zindana düşdü. Zindandakiler geldiler dediler ki Yusuf biz seni çok istedik. Yusuf Aleyhisselam dedi ki bu çok istemelikler çok vaxtı mənim başıma bəla olub.
Atam beni çok istedi. Kardeşlerim beni həsəd elədi, attılar beni quyuya. Züleyxa beni çok istedi, attırdı zindana. Bibim de beni çok istedi, mənə oğurluq nisbəti verdi. Bu əhvalat da belə olub ki, bu ki Həzrəti Yusuf deyir ki, bibim beni çok istedi, mənə oğurluq nisbəti verdi. Rəhil də deyirlər, Rəhilə də deyirlər. Həzrəti Yusuf'un anası olur. Hanım Rəhilə dünyasını değişenden sonra bibisi götürdü Yusuf Aleyhisselam'ı apardı evinde sakladı. Bir müddet bunu evinde saklayandan sonra Yaqub Aleyhisselam istedi ki Yusuf'u təhvil alsın ondan getirsin evine. Rəhilə daha doğrusu Yusuf Aleyhisselam'ın bibisi fikirləşdi ki mən nə yolla bunu saxlayamam? Hansı bahane ilə mən bu uşağı özümdə saxlaya bilərəm? Götürdü, evində bir dənə yaxşı bir kəmər var idi, bağlı bir kəmər vardı, bağladı Yusuf'un elinə. Elə ki Yusuf Aleyhisselam'ı Yaqub gətirdi evə, Rəhilə gəldi, dedi ki mənim evimdən oğurluq eləyib, kəməri mənim evimdən oğurlayıb. Bu bahane ilə o uşağı qaytarsın geri, özündə saxlasın. O vaxtda da deyil, belə bir adət var idi ki, kim kimin evindən kimi oğurluq eləyərmiş, o kimin ki evindən oğurluq olarmış, o ona sahib olarmış, onu öz evində saxlanırmış. Həzrəti Yusuf'un bibisi bu növlə istəyirdi ki, qaytarsın, Yusuf'u özündə saxlasın. Oğurluq nisbəti bahane ilə verdi ona, yoxsa Yusuf Aleyhisselam özü oğurluq eləməmişdi. Ona göre Kur'an-ı Kerim'de ayette deyir ki, Yusuf'un kardeşleri dediler ki, eğer Benyamin oğurluq eləyibsə, bunun kardeşi de elə qabaqcadan oğurluq eləmişdi. Peygamberler bayaq dediğim gibi uşaqlıqdan belə düzgün tərbiyə ilə böyüdülər və hətta peygamberlerin eləsi var ki, tərkil obla eləyiblər. Amma bazı peygamberler hakkında Allah diyor ki, muxləsdirlər bunlar. Muxləs. Yusuf Aleyhisselam'ın barəsində də ayə var ki, innehu min ibadinel muxləsin. O peygamberler, hatta Yusuf Aleyhisselam deyir, muxləsdir. Şeytan da dedi ki, təbi izzətikə ləuğviyennəhum əcməin. İlahim, mən azdıraram bəndələri o. Sonra dedi ki, illa ibadəkəl muxləsin. Sənin muxləs bəndələri o, mən yaxınlaşa bilmərəm. Hatta Yusuf'un hakkında deyilir ki, Yusuf Aleyhisselam vəzifədə olanda, məqamda olanda atası gəldi, onun qabağına atdan gec düşdü, birlikdən gec düşdü, onun əlindən bir nur çıxdı. Cəbrail gəldi, dedi ki, dayı bundan sonra sənin nəsl və peyğəmbərlik qismət olmayacaq, bu cəfəngiyatdan başqa bir şey deyil. Bu cəfəngiyat. Çünki Allah onu Yusuf Aleyhisselam'ı Kur'an'da muxləs adlandırıb, şeytan da deyir, mən muxləslərə yaxın gedə bilmərəm. Bu düşüncədə səhv bir düşüncədir. Görürük ki, Kur'an-ı Kerim'i sadece okuyup ondan nəticə çıxartmaq lazımdır. Allah Teala hamımızdan razı olsun. İbadet itaatlerimizi Allah kabul etsin. Muhammed ve Ali Muhammed'e salavat edin.